təşkilat mənsubları, dəyərli qonaqlar, xanımlar və cənablar, Güney Azərbaycan İstiqlal Partiyası adına hamınızı xoş gəldiniz deyib salamlayıram. Bugün milli hükümətimizin quruluşunun 80 illiyi tariximizdə çox əhəmiyyətli gündür. Bugün müasir devletçilik günü istiqlaliyyətə gedən yolun başlanğıcı Güney Azərbaycanın şanlı tarixinin ən parlaq günü, azadlıq günü və qurtuluş günüdür. Güney Azərbaycan İstiqlal Partisi adına 21 Azərin 80 illiyi münasibətilə hamınızı səmimi qəlbdən təbrik edirik. Xalqımızın himayəsi ilə yenə də Güney Azərbaycanı İran işğalından azad edib, öz müstəqil devlətimizi quracağımıza qətiyyən əminik. Bu önemli gündə Güney Azərbaycan təşkilatlarının Əməkdaşlıq Şurasının tanıtım konferansı və platforma təqdimatı böyük əhəmiyyət daşıyır. Bu tarixi günün yeni bir dönemin başlanğıcı olmasını və təşkilatlarımızın daha da yaxın, daha geniş və daha güclü əməkdaşlığa vəsilə olmasını səmimi qəlbdən diləyir ve bu yolda üzerimize düşeni tam gücümüzle yerine getirmeye hazır olduğumuzu elan edirik. Dünyada giden siyasi prosesler özellikle bölgemizde baş veren hadiselere nəzər saldıqda birliğimizin ne kadar ehemmiyetli olduğunu herkes için aydın olduğuna inanırıq. Bütün beynəlxalq himayeye rağmen İran işgal rejimine karşı sözde alternatif adlanan qüvvələrin heç bir uğur əldə edə bilməməsinin ve İran rejiminin hələ də hakimiyyətdə devam etməsinin səbəbi əsas təsir edici qüvvələrin, yəni başta Azərbaycan olmaqla qeyri-fars millətlərin dəyişmə gücünü, bu millətlərin milli haqlarını göz ardı edərək hesaba qatmaması olmuş və İran opozisyonunun məğlub olmasına və rejimin devamına səbəb olmuştur. Güney Azərbaycan İstiqlal Partisi bugün buradan bütün dünyaya səslənir ki, İran adlanan yerde çevriliş ve değişim yalnızca Azerbaycan xalqı ve başka fars olmayan xalqların birliği nəticəsində mümkündür. Çünkü bu xalqlar heç bir şəkildə İran mərkəzli rejimi altında yaşamaq istəmir ve yeni bir mərkəzləşmiş İran hakimiyyətinə də heç vaxt yol verməyəcəkdir. Məhz bu yüzden İran İslam Cumhuriyyətinin keçid mərhələsinə en doğru alternatif İran işgali altında yaşayan qeyri-fars millətlərdir. Biz diğer xalqlarla birlikte bu döneme rəhbərlik etmeye hazır ve qadirik. Bu vesileyle İran işgali altında yaşayan bütün milletleri Qateşin sunduğu ve platforma etrafında birləşərək İran işgal rejiminden milli devletimizin təşkilinə dəvət edirik. Güney Azərbaycan xalqının himayəsinə dayanarak elan edirik ki, İran işgal rejimini devrip, öz demokratik ve sekular devletimizi kurarak İran merkezli bir devlet oluşturmasına asla ve asla imkan vermeyecek. Var olsun İran Fars rejimine karşı xalqların birliği, yaşasın müstakil Azerbaycan, rədd olsun işgalçı İran, Güney Azerbaycan İstiqlal Partiyası.